Baxın, mən də çalışan bir xanımam da. Bəzən evdə, bəzən də əsasən olur ki, evə yorğun da gedə bilirəm. Evdə iş görməyə də bilirəm. Ya evdəki işi başqa bir qadına da sağ olsunlar, yəni kömək eləyə bilirlər bizə. Amma ki, hansı ki öhdəliklər var ki, onları sən eləməlisən. Yəni onlar səndən qaçmır. Sən onları məsuliyyəti götürüb və bunu həyata keçirməlisən. Və burada da böyük bir əslində balans var. Çünki uşaqların tərbiyəsi əsasən anadan soruşulur. Hazırki cəmiyyətimizdə. Yəni nə olursa direkt uşağa baxılmır. Anaya baxılır ki, sən necə böyütmüsən. Bu da böyük bir balans və böyük bir məsuliyyətdir deyərdim. Əslində qadınların iş görməmələrinin səbəbləri bir çoxlarında evdə uşaqlarım necə olacaq sualının cavabıdır. Baxın Afət xanım, burada bu məsələni necə tənzimləyirsiniz? Yəni bu böyük bir kitabdır deyərdim. Razıyam sizinlə Aytən xanım. Bəli, evladlarımızın tərbiyəsi, onların bir şəxsiyyət kimi formalaşmağı ana olaraq bizdən çox asılıdır. İşdən sonraki zamanlarda uşaqlarla çalışdığım qədər ünsiyyətə çox vaxt ayırmağa çalışıram, çalışdığım qədər dinləməyə. Çünki uşaqların özünüz bilirsiniz, yeniyetmə yaş dövrlərində onların o halları an-be-an dəyişə bilir. Haldan hala düşürlər. Bu vaxt onların o hallarında, yanlarında olmaq, onlarla zaman keçirmək, hər hansı bir fikirlərində əgər ehtiyac sual verilirsə, uşaqlar tərəfindən onları yönləndirməyə dəstək olmaq. Bu məqamlarda uşaqlarla zamana düşünürəm, daha çox ehtiyac var. Zamana, zaman keçirməliyik. Bəs onların ruh halını necə dəyərləndirirsiniz? Bax burada mənim də övladım balacadır, qızım. Soruşur ki, çox sağ olun. Sən neçədə gedəcəksən? Bəs neçədə gələcəksən? Saata görə soruşurum məni. Mən deyirəm ki, bax mən gedəcəm bu vaxtda da gələcəm. Ya üzülür, ya da ki baxıram ki, orada gedir nəsə başı bir işə qarışır. Əslində mən onu qoyub gedəndə mən çox üzülürəm. Səmimi deyim ki, üzülürəm, amma burada da bir proses var. O prosesdə sənsiz iştirak olmur da. Burada necə, mənə maraqlıdır ki, siz bu prosesləri necə idarə eləmisiniz? Deməli, Aytən xanım, bizdə anam evdar xanım olub, anam yanımızda çox olub hər zaman. Mən bəzən sizi o qədər gözəl başa düşürəm, bəzən mən də düşünürəm ki, uşaqlarla mamam tam ki mənlə vaxt keçirdiyi qədər, qardaşımla vaxt keçirdiyi qədər vaxt keçirə bilmirəm. Bu məni də zaman-zaman məyus edir. Bir nöqtədə də uşaqların ana işlədiyi vaxt uşaqlar sərbəst həyata daha tez qədəm qoya bilirlər. Özləri qərar verməkdə, zamanında bilirsiniz, biri var, formalaşmaq var, şəxsiyyətin formalaşmağı var. Ana uşağın yanında nə qədər çox olursa, aidi deyir, əgər uşaq hər yıxılanda tutursansa, o yeriməyi öyrənməz. Bu məqamda da bu baş verir. Sonraki etapda da biz hər onların halı qarışanda yanlarında olsaq, onlar şəxsiyyət kimi gec formalaşarlar deyə düşünürəm. Əslində, yəni hər pis bildiyimiz işdə xeyir tərəfini görürüz. Xeyir tərəfdir. Bəli, onu görməyə çalışıram. Düşünürəm belə. İndi uşaqları müşahidə elədikcə onların o fikirlərinə baxıram, yanaşmalarına baxıram. Düşünürəm ki, məhz o məqamlar uşaqların belə formalaşmağına gətirib çıxardıb. Bəlkə də mən də evdə çox bütün gün onlarla vaxt keçirsəydim, uşaqlar daha gec formalaşardı deyə belə bir də fikrim var.